عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: من ابتلي من هذه البنات بشيء فأحسن إليهن كن له سترا من النار. Ayşe radiyallahu anha deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu: Kim bu qız övladlarına sahib olarsa və onlara yaxşılıq edərsə, yəni gözəl tərbiyə edərsə, o qızlar onun üçün cəhənnəmdən qoruyan bir pərdə olar. Hədisi Buxari, Müslim və başqaları rivayet etmişdir. وروي أيضا عن الصحابي عبد الله بن مسعود رضي الله عنه لما أقبلت ابنته وهي جارية صغيرة فضمها إلى نهره ثم قبلها وقال: يا مرحبا يا ستر عبد الله من النار. Sahabe Abdullah ibn Məsuddan rivayet olunur ki, onun kiçik qızı gəldikdə Abdullah ibn Məsud onu qucaqlayar, bağrına basıb öpər və belə deyərdi: Xoş gəldin, mərhaba, ey Abdullahın oddan qoruyan pərdəsi. Məkarumul əxlaq lil xaraiti və əxracahu at-Tabaraniyu.